hər gün ağlaya-ağlaya praktikaya getməli idim. Təsəvvürün işdən çıxmışam. Pulum yoxdur, kasıbam. İş tapa bilmirəm, uğursuz hiss eləyirəm, boğuluram hər gün. Hamınıza salam dostlar, kanalıma xoş gəldiniz. Mən Mədinə Süleymanlı. Mən əslində bunu uzun müddətdir danışmaq istəyirdim. Bir çox bloqlarda görürük, videolarda, Instagramda və s. Hər kəs danışır ki, necə instituta girdim, necə işə girdim, necə təqaüd qalibi oldum, necə xaricdə təhsil aldım və s. Bu tiplə ancaq uğur hekayələri dinləyirik. İmtahanlardır, nə bilim, ümumiyyətlə digər proseslərdir, ingilis dilini öyrənməkdir və s. bu tipli şeylər. Amma bu dəfə tamamilə başqa bir mövzudan danışacağıq ki, insan bəzən də uğursuz ola bilir. Məsələn, nə? Belə deyim, zaten mən düşünmürəm ki, həmin o uğur hekayələrini paylaşan insanların hamısında hər şey əla olur. Çünki bilirik biz kameraya göstərilənlər fərqlidir, göstərilməyənlər fərqlidir. Məsələn, mən adi universitetə girənə qədər, mən bilirsiniz yəqin ki, psixologiya fakültəsində, sosial iş, tədris ingilisində təhsil almışam və mənim istədiyim ixtisas deyildi bu, normal olaraq. Çünki mən hüquq istəyirdim, 541 bal toplamışdım və hüququn pullusu vaxtı 537 ya da 36 idi, səhv eləmirəmsə və mən o balla ora düşürdüm. Amma təbii olaraq ki, o qədər bal yığıb 5000 manat hüquqa verməkdənsə seçmədim. Seçməməyi üstün tutdum və istəmədiyim ixtisasda təhsil aldım. Amma sırf ingilis dilində idi deyə tədris. Yəni, hər nə qədər uğur hekayələri paylaşılsa da bunun da arxa fonunda bu var idi. Daha sonra mən ingilisim çox yaxşı idi. Universitetə başlayanda da zaten mən kinolara baxıram deyə, uşaq yaşından ingilis dilində musiqilərə qulaq asıram deyə, bu pop culture mədəniyyətini formalaşdırdığıma görə ki, çox şükür ingilisini bilirdim. Amma universitetə girdim, çətinlik çəkirdim. İlk semestrdə nə qədər mən daxilində baş verən bir şeyləri ətrafıma bildirməsəm də, deməsəm də ki, çox çətindir, füzyon və s. Bu çətinliyi mən də yaşadım. İndi qrup yoldaşlarım video izləsə biləcək. Bunu mən də yaşadım həqiqətən. Hətta yəni dözülməz hal idi. Hər şey zamanla öyrəşməklə bağlı imiş. Belə gördüm artıq. İngilisinə təhsil alırdım, amma mən çox introvert bir şəxsəm. Hal-hazırda da eləyəm. Baxmayın hər şey paylaşmağıma. Bunu mənə müəlliməm də demişdi, psixoloq müəllimim ki, səni ilk dəfə görəndə səndə bir sosial fobiya var idi. Mənə demişdi ki, düz deyir. Bunu özüm nə qədər özümə etiraf etməsəm də bu var idi məndə. Çünki mən biraz tək böyümüşəm, belə deyim. Yəni, nə mənada? Dost olaraq olsun, məktəbdə olsun və s. Çox introvert olmuşam. Çünki sosial fəaliyyətləri sevmirdim. Bəlkə də hələ də sevmirəm, bilmirəm. Nəysə belə. Və çox zaman aldı mənim bu videolarda gördüyünüz mədnəni formalaşdırmağım və eyni zamanda dost anlamını bilmirəm, hələ də bilirəm ya yox, amma durmağım çox zaman aldı məndə. Və belə deyim, o da heç asan da olmadı. Çünki hətta yadındadır, universitetin ilk günlərində çəkilən şəkillərdə belə yoxam. Bəli, o dərəcə çox yüksək idi məndə o sosial fobiya. Hərdən gülür eləyir, bunu xatırlayır ki, mənə də gülməli gəlir ki, o qədər də böyük imiş. Daha sonra başladım alışmağa uşaqlara. Sonra uşaqlara alışana yaxın imtahan ərəfəsi gəldi. Semestr imtahan ərəfəsi. Və mənim bu günə kimi universitet birincisi olmağımın da səbəbi elə qiymətlərimin hamısının yüksək olması da A almışam. Sadəcə mənim bir dənə A olmayan qiymətim var, aşağı qiymətim. O da neurobiologiya adlı bir fən idi ondan. Və ondan aşağı aldım. Bu biraz məni çöktürdü. Əlaç olmadım çünki və bu çox pis bir ərəfə idi mənim üçün. Çünki o qədər oxu, gəl aşağı bal al ki, özümü uğursuz hiss eləyirdim. Həqiqətən də cəhdlərimin boşa getdiyini hiss eləyirdim. Həmin dönəmdə, birinci kursdan danışıram, ikinci semestri biz məntiq keçməyə başladıq. Riyaziyyatdan nifrət eləyən insana ki, mənimlə eyni hissi yaşayacaqlar, bilsəz ki, məntiq keçirik və artıq mənim üçün çox son damlaydı və mən deyirdim ki, mən yenə əlaçı olmayacağam, mən yenə aşağı bal alacağam. Hətta qırmızı diplomu mən birinci kursdan hədəfləmişdim. O da olmayacaq falan. Özümə bu tip özümü aşağı salmağa çalışırdım. Amma deyəndə semestr ərzində mən çox aşağı qiymət aldım. 7 aldım. Bu mənim üçün 7 aşağı qiymətdir bu arada.
Çünki 100 tutmağa çalışırdım hər zaman. Aşağı qiymət aldım, nə qədər çox çökdüm. Hətta yadımdadır, bizdə Mamagil toya gedirdi. Çox random bir overshare. Mamagil toya gedirdi. Mən getmədim. Öz yaxın qohumumuzun toyudur hətta. Mən dedim ki, mən məntiqin kollekviyumuna hazırlaşıram. İmtahanı da yox, kollekviyumu. Digər fənlər olsaydı bəlkə gedərdim, amma dediyim kimi mən riyaziyyatı sevmirəm. Çox zəif olmuşam hər zaman. Bunu danmıram. Bunu da bildirirəm. Bu da bir uğursuzluq deyil əslində. Bu bir capacity, bu bir tutumdur və ona görə bunu deyirəm. İmtahanda elə gətirdi ki, mən keçdim. Yəni məntiqdən 2 ya da 3 nəfər A almışdı. Mən də A almışdım. Çox sevinmişdim buna, şükürlər olsun. Sonra ikinci kurs başladı. İkinci kurs mənim universitet həyatımın ən gözəl kursudur. Və belə deyim, ikinci kursda əyləndik, dedik, güldük, statistika keçdi. Yenə bir dənə mən 100 almışdım. Bu çox mənim üçün böyük uğurdu. Dediyim kimi riyaziyyat. Daha sonra nə oldu ikinci kursda? IZK bilirsiniz yəqin ki, könüllülük təşkilatıdır. Mənim ilk deyəsən, səhv etmirəmsə, if I'm not mistaken, yes, ilk könüllülük təşkilatı idi ki, mən apply elədim ona və kəsildim. Bəli, və kəsildim. Qrup yoldaşlarımla apply eləmişdim, 3-4 nəfər və bircə dənə mən kəsildim. Bu mənə çox pis təsir etmişdi. Həqiqətən çox pis təsir etmişdi ki, ilk dəfə bir yerə apply eləyirsən və bu bir global international volunteering program falan. Və mən ondan kəsilmişdim, çox pis olmuşdum ona görə. Və mənim qrup yoldaşlarım ora gedirdilər, mən getmirdim, çünki mən kəsilmişdim. Bu da mənə çox pis təsir eləyirdi. Nə qədər öz cəhətdən pis təsir eləyirdi ki, çünki mən də orada ola bilərdim deyə düşünürdüm. Then may ayında mən divə müraciət elədim. Internship proqramı idi və mənə cavab gəldi, seçildim falan, bir də getdim. Və mən bunu fikirləşirəm ki, bu bilmirəm nə qanunudur. Bir şey olsa, o olmayacaqdı. Mən əgər IZK seçilsəydim mart ayında, mən may ayında divi qəbul etməyəcəkdim, çünki mən IZK gedəcəkdim. Mən divi qəbul etməsəydim, bugün burada olmazdım. YouTube-da bəlkə video çəkərdim, amma bu qədər uğur əldə etməzdim deyə düşünürəm. Hər zaman divə mütəşəkkirəm buna görə, çünki mən çox inkişaf etdim və çox böyüdüm orada, ilk iş yerim. Və getdim. Divdə bizim internlər var idi. Mən də intern idim, yəni intern olaraq getmişdim və elənə adaya insanlar veda eləyə 4 nəfər qaldıq orada. Sonra çox maraqlı bir şey danışacağım sizə. Sonra əlaçıya müraciət elədim mən o dönəmdə və müraciət eləyirdim. Elə divdə oturub o slaydı yazdım. Müsahibəyə getdim icazə alıb falan. Sonra sentyabr ayı gəldi ki, mənim internshiplik dönəmimin bitmək. Bitir, yəni artıq sən getməlisən divdən. Və mənim PM-im var idi. Yəni ki, hər internün PM olurdu, nəsə öyrədən. Və o mənə hətta deyirdi ki, gedirsən falan belə, ayda sən olmayacaqsan falan belə deyirdi. Hətta bizim internshiplikdə bir oğlan var idi orada. O seçilmişdi, artıq əməkdaş idi. Həll olunmuşdu, bilinirdi ki, əməkdaşdı. Ona kart gətirirdilər, ona fincan almışlar falan. Mən ortalıqda yox idi, adı çəkilmirdi və çox pis olmuşdum o dönəmlərdə. Çünki yəni haqq edirdim, türklər demiş, buna layiq idim, amma ortalıqda kimsə nəsə demirdi və çox pis olur. Təklif gəlmədi, sözün düzü. Heç kim mənə birbaşa demədi ki, Mədinə gəl, işlə. Mən neynədim o dönəmdə, xatırlayıram. Çox qəribə gəldi mənə ki, niyə nəsə deyilmir? Çünki internshipliyin sonunda nəsə deyilirdi. Havada gəzən söhbətlər vardı ki, Mədinə qala bilər, qalmaya bilər. Qala bilər deyirdilər, qalmaya da bilər deyirdilər. Və mən Aygün Mirzəliyeva, mənim canım, ciyərim, ilk rəhbərim, çox sevirəm onu və mən götürdüm dəftərimi və onun otağına keçdim və dedim ki, Aygün xanım, gəlin vəzifə öhdəliklərimi danışaq, əgər mən qalıramsa burada. Çox havalı bir hərəkət idi. O cəsarət istəyirəm, səndə istəyirəm. Mənim bir xasiyyətim var, mən heç sevmirəm. Türklər demiş, belirsizliyi sevmirəm. Danışıram, anidən cəsarət gəlir və deyirəm ki, bunu niyə beləsən, niyə belə elədin? Bu söhbət aidi yoxdur, ümumiyyətlə xasiyyət olaraq deyirəm.
Və onda da dedim, gördüm Aygün xanım ürəyindən imiş, çünki o istəyirdi ki, mən qalım. Yaxşı ki də qaldım. Nəysə, qaldım orada, amma ondan əvvəl çox əziyyət çəkmişdim. Uşaqlar həqiqətən baxmayın, paylaşıram LinkedIn-də. I am happy to share that I'm starting as a marketing specialist falan falan falan. Çox əziyyət çəkmişdim. Nə mənada əziyyət ki, bu belirsizlik, bilinmirdi qalacam ya yox. Çox qəribə idi hər şey o dönəmdə. Formulaya getdim. Formulaya getməyim çox yorucu olurdu, çünki işlə eyni anda idarə eləməyə çalışırdım. Sonra əlaçıya seçildim. Bu əlaçıya seçilməyimdə də bir sizə buradan deyim. Mən slaydda bir səhv eləmişdim. Bunu ilk dəfə açıb deyəcəm bu arada. Bir slaydda səhv etmişdim. Mənim riyaziyyatım zəifdir və mən büdcəni səhv hesablamışdım orada. İndi baxsalar əlaçının bütün təşkilatçı hissələri mənə deyəcəklər, Mədinə, kəsildin. Mən orada büdcəni bir 500.000 falan, 500.000 yox, ağın çıxartmayım. O qədər heç büdcə verməmişlər bizə. 20.000 falan deyəsən səhv hesablamışdım və oturub buna ağlayırdım divdə ki, mən seçilməyəcəm falan belə. Sonra seçildim. Əlaçı təqaüdünün qaliblərindən oldum. Yaxşı ki də seçildim. Çünki əsə seçməsəydim gələr gedəcəkdim. Bu da bir şans ola bilərdi mənə. Çünki bizim dönəmdə seçilməyib sonradan gələnlər var idi. Və mən də ola bilərdim, amma talih elə gətirdi ki, mən 2024-cü ildə qalib oldum. Daha sonra işləməyə başladım divdə. Universitet başladı. Və mən eyni anda universitetlə iş idarə eləməyə çalışırdım. Tədbirlər eləyirdik, maraqlı workshoplar eləyirdik, çox qəşəng inkişaf eləyirdim mən orada və internshiplikdən keçib olmuşdum da, yəni əməkdaş olmuşdum. Müsahibəyə gəlmişəm, bütün iş həyatımı danışım. Əslində bunu danışmağımın səbəbi hər bir uğur çətinliklə əldə olunur. Heç bir şey türklər demiş, bal dök yala deyil. Bunu istəyirəm siz də biləsiniz. Nə zamansa hər hansı bir hadisə zaman bir şey yaşasaz, yenidən açıb bu videonu izləyəsiniz. İstəyirəm ki, bir uğuru əldə eləyənə qədər həqiqətən heç zaman asan olmur. Əgər maneə çıxırsa qarşınıza, dayanmamalısınız. Necə ki, mən dayanmadım. Mən yenidən toparladım özümü. Tək də olsam bəzən, həqiqətən də həm fiziki, həm mənəvi. Bu çox zaman insanın öz iradəsindən asılıdır. Hər şey. Dözmək lazımdır, səbr etmək lazımdır, bir də güclü olmaq lazımdır. Eyni anda nə qədər yerdə olmalıydım. Getdim amma, çünki mən xaricdə magistr oxumaq istəyirdim və bunun üçün xarici könüllülər lazımdır. Çox əziyyət çəkdim mən Kopda həqiqətən. Yəni elə belə deyil. Gedirdim orada bir 5-6 saat, 7-8 saat idi. Hətta bir dənə bizə Əzrail bir team lider vermişdilər. Yəni bunu da burada açıq-aydın deyəcəm. Həqiqətən. Çünki qadın ağzının danışığını da bilmirdi. Qələt eləyirsiniz falan, bu tipli sözlər istifadə eləyirdi. İndi COP29-un təşkilatları baxsa bilsin mən hansı timdə idim. Mən sonradan dəyişdim amma timi. Bir oğlan var idi, onun timinə keçdim. O çox yaxşı idi. Rəhim, təşəkkür edirəm sənə buradan. Bu qədər mərhəmətli və insan olduğun üçün. Mən COP-dan çıxırdım və işə gedirdim. Divə gedirdim. Bəli, çox əziyyət çəkirdim o dönəmlərdə. Azan oxunur. Ağlayıb eləyirəm. Hə, neysə dostlar. Gəlirmi səsi bilmirəm. Sonra mən COP bitdi. Universitetə gedirəm, dərsə gedirəm, Əlaçıya gedirəm eyni zamanda. Əlaçı dönəmini çox sevirdim o dönəmlərdə. Dekabr, bir də yanvar. Yanvarda TEDx aparıcı olmuşdum. Çox maraqlıydı, çox qəşəng hiss eləyirdim və heç hazırlaşmamışdım bu arada. Bir də dekabrda bitdi. Yanvarda imtahanda oturmuşam. Semestr imtahanıdır. Semestr imtahanına divdə hazırlaşırdım. Bəli. Burada indi eşitmə rəhbəri bildi ki, mən işdə imtahana hazırlaşırdım. Bunu rahat deyə bilərəm, çünki artıq universitet deyə bir şey yoxdur. Hər hansı bir işə də getsəm rəhbərim şübhələnməsin ki, mən oturub dərs oxuyuram. Neysə dostlar, oturmuşum imtahanda, çıxdım. Ləman mənə dedi ki, 1500 manat pul verirlər sizə. Baxdım belə. Dedim, nə, inanmıram. Sonra gördüm, mənə 155 dəfə zəng gəlib, qardaşım zəng eləyib. Bildim ki, 1500 manat pul veriblər və mən o pulu xərcləmədim. O pulu saxladım. Yaxşı ki də saxlamışam. Neysə, onu saxladım. Sonra yenə də işləyirəm və hərdən, necə deyim,
iş və dərsə eyni anda idarə etmək həqiqətən çox çətin olur bəzən və bir var 17 bal üçün çalışan tələbə, bir də var 50 bal üçün çalışan tələbə. Bu da çox çətin bir perioddur və mən bunu balansda saxlamağa çalışırdım, qaybalmamağa çalışırdım. Belə-belə perioddan keçirdi. Sonra mən göz əməliyyatı oldum, bəli, iynələrimdən qurtuldum. Amma bu məndə biraz depressiya verdi. Niyə? Çünki mən 11 il eynək taxmışam, 11 il. Və bu eynəkləri çıxartmağım məndə biraz sağlamlıq problemləri yaratdı və mən kökəldim. 10 kiloya yaxın kökəldim, bəli. Bu həyatda ən qorxduğum şeylərdən biridir kökəlmək. Sevmirəm. Çox pis. Saçımı kəstirdim. Mənim də depressiyaya girən kimi saçımı kəstirmək. Nəysə, onu saçımı kəstirdim. Sonra divdən ayrıldım. Sabahaba getdim. Sabahaba getdim. Tredu adlı bir iş yerində. Sabahabı bilirsiniz, sonra startup yeridir və orada daha çox belə necə deyim, startupların kontentini yazan şəxs olaraq getdim. Bir Treduya düşdüm. Bilmirdim əvvəl ki, mən Sibirzə və Amburana və nə bilim Emin Ağalarovdan çox ora gedəcəm və orada SMM çəkilişləri eləyəcəm. Bunu bilmirdim. Mənə deyilməmişdi. Mən elə bilirdim ki, content specialist olaraq content yazacağam. Və işə getdiyimin ilk həftəsində gördüm ki, mənə deyilən requirementslər ödənmir. Və ona görə də bildirdim ki, ayrılmaq istəyirəm işdən. İş tapmamış. Yes. Çünki bu düzgün bir şey deyildi mənə görə. Çox əziyyət çəkirdim. Hər gün ağlayırdım. Mən öz karyerama SMM kimi davam etmək istəmirəm. Çünki mən kreativ direktor olmaq istəyirəm. Bunu hər zaman deyirəm, 25 yaşıma qədər kreativ direktor olmaq istəyirəm hər hansı bir böyük bir şirkətdə. Və SMM olaraq başlamaq mənə görə okey deyildi. Və özümü content sahəsində görürdüm. Ki mənə deyilməmişdi. Bu çox pis hiss eləyirdim hər gün ona görə və təsəvvür eləyin, gəlin sizə danışım. Uşaqlar amburanda gedirdilər kinoya baxırdılar. Mən onların 2-3 dənə şəklini çəkirdim. Sonra çıxıb kino bitənə kimi gözləyirdim. Sonra o biri qrup gəlirdi. Təsəvvür eləyin. Başqa qrup gəlirdi, elə bir Detski, bir də Starşı, böyük qrup var idi. Sonra nə bilim Starşı qrup gəlirdi. Onlar da eyni filmə baxırdı. Onların da 2-3 dənə şəklini çəkirdim. Oturub gözləyirdim ki, bitsin. Və mən oturub gözləyəndə ağlayırdım konkret. Çox pis dönəm idi o dönəmlər həqiqətən. Çünki dediyim kimi işdən çıxdım, xoşbəxt olduğum bir yerdən çıxdım, divdən və belə bir şeylə rastlaşdım. Təsəvvür edin, təkəm və bir mənəm marketinq komandasında. Amma Sabahabın öz marketinq rəhbəri çox dəstək olurdu mənə, belə deyim bu konuda. Özü də bilirdi ki, bu mənə deyilən deməyim də mənim istədiyim bir şey deyildi bu. Çünki mən bilmirdim bu olacaq. Okay, sonra mən bir həftə qərar verdim işdən çıxmağımı. Sonra getdim Aliviyə. Getmədim daha doğrusu. Aliviyanın müsahibəsinə getdim. Aliviyanın müsahibəsi o qədər pis keçmişdi ki məndə. O qədər pis keçmişdi ki məndə və Gülnar mənim ən yaxın rəfiqələrimdən biri. Ona yazdım ki, mən istəmirəm buranı. Belə yer yoxdur. Çünki orada mən deyəndə ki, rəhbərimə, sonra rəhbərim oldu həmin şəxs, deyəndə ki, Paşa Holding və Paşa Sığortanın əlaç təqaüdünün qaliblərindən biri olmuşam, müsahibədə demişdim. Mənə qalib demişdi ki, Paşa Holding nədir belə? Mən demişdim ki, izah eləyim istəyirsiniz. Demişdi ki, bilirəm. Belə sarkazmla cavab vermişdi və çox qəribə olmuşdum, belə wow, belə necə deyim, aşağılanmış hiss eləmişdim və çıxdım, dedim istəmirəm falan. Hətta mən onda başqa bir şirkətə apply eləmişdim. Onu gözləyirdim. Ona əmin idim ki, 90% seçiləcəm falan. Oradan seçilmədim. Reject gəldi mənə, çünki çox istəyirdim. Bəzən çox istədiyim şeylər olmur. Və mən məcburən Aliviyaya getdim. Həqiqətən məcburən getdim. Amma yaxşı ki də getdim. Buna görə çox şükür eləyirəm. Mosi, pəncərədən düşərsən. Mosi! Gəl bura. Mos. Neyse. Deməli, yaxşı ki də getmişəm. Həqiqətən mən orada o qədər böyüdüm. Bu tək karyera cəhətdən deyil. Mən insan olaraq orada böyüdüm. İnsan üzləri gördüm nə qədər. Və hətta mən anama dedim ki, belə bir cümlə işlətmişdim. Çox kamyon arka sözdür, qeyd eləyin.
Mən elə bilirdim ki, Oliviyada işləyənə qədər, əgər siz bir insana pislik etməmisinizsə, o insan sizə pislik etməyəcək heç vaxt. Mən bunu belə düşünürdüm hər zaman. Amma Oliviyada öyrəndim ki, əgər siz bir insana pislik etməsəniz belə, qəlbinizdə kin olmasa belə, sizi pis insanlar pislik eləyəcək hər zaman. Ona görə də heç kimi özünüz kimi bilməyin. Çünki özümüz beləyik. Mənə bir insan pislik eləməsə, mən ona niyə pislik eləyim? Görsəm ki, pislik eləyir, bəlkə. O da bəlkə. Çünki sevmirəm belə qalmaqalları və mübahisələri. Nəysə, Oliviyaya girdim. Və mən Oliviyaya girəndə, fun fact, 76 kilo idim, bəli. Oldum 60 kilo, 16 kilo arıqladım. Bunun səbəbi çox qeyri-sağlam qidalanmağım. Əsirdim acından, yemək yadımdan çıxır. Təsəvvür edin, səhər dururdum, işə gedirdim. Bir də gördüm saat axşam 6-dır və mən yemək yeməmişəm. Əlim əsməyə başlayır, gedib nəsə bir damcı bir şey yerdim. Çünki mədədə balacalaşıb baxıb bir damcı şeylə. Çox açıq-aydın da danışmaq istəmirəm, konu eləmək istəmirəm videoma. Amma dediyim kimi çox böyük təcrübə idi və hər kəs bilirdi oradakı iş mühitinin elə olduğunu və mənə keçəndə belə baxırdılar. Yazıq. Sevmirəm belə bir müamiləni də. Bu mənə çox pis təsir edirdi. Bir dənə orada bunun gözəlliyinə baxın. Moyse. Moyse. Mos. Onun zububum. Qardaşımın xoşu gəlmir mənim Moysini oynatmağımın səsindən. Neysə dostlar. Oliviyada çox ağır şeylər yaşadım. Həqiqətən bunu sözlə ifadə edə bilmərəm. Mən may ayında düzəldim. Yəni may ayında düzəldim. Oliviyanın kirlərini üzərimdən atdım. Çox pis rəhbərlik, çox pis idarə etmə sistemi hal-hazırda orada da elə davam eləyir. Bunu ilk dəfədir bu videoda dilə gətirirəm. Yəni söyüşün biri 1 qəpikdən, yəni dediyim kimi hörmət yox, kommunikasiya yox, sonra mutual understanding yox, heç bir dəyəri olmayan bir şeydir və mən dəyər yaratmağa çalışırdım oradan. Hətta yadıma düşürdü Masumlar apartmanında İnci Sarı Kantaron necə dəyər yaratmağa çalışırdı, amma özü məhv olmuşdu axırda ki, məndə də elə oldu. Və dekabrda mən bildirmişdim rəhbərə ki, mən işdən çıxmaq istəyirəm, mən gedirəm, dözə bilmirəm çünki dəhşət böyük hörmətsizliklər, dəhşət böyük qalmaqallar olurdu və mən buna aid deyildim. Adımı çəkilirdi, amma mən buna aid deyildim. Dediyim kimi oturduğum yerdə bəlaya düşürdüm. Mənə bildirdi ki, mən sənin kimi əməkdaş itirmək istəmirəm. Bəli, çox sağ olsun. Ardını danışacağam. Mənə bildirdi. Mən də ki sevindim. Ki belə bir şey düşünürmüş və çıxmadım təbii ki. Yanvar ayında anidən özü mənə dedi ki, məncə deyir artıq vaxtıdır ayrılmağa falan. Belə baxdım, mən dedim ki, bunu mən keçən ay sizə demişdim, getmək istəyirəm. Mənə bildirdi ki, indi də mən deyirəm. Belə bir rəhbər egosu ilə rastlaşdım və çox ağır idi. Mən Oliviyanın digər qardaş şirkətinə apply etmişdim və elə rəhbərin özünə görə mən ora gedə bilmədim. Çünki o qoymamışdı, amma xəbəri var idi ki, mən gedəcəm, üzümə də demişdi ki, sənə dəstək olacağam. Və artıq başlayırıq hansı perioda? Mədinənin depressiya perioduna ki, həqiqətən uğursuz hiss elədiyim bir dönəm. Hal-hazırda Azərbaycanda çox zəif bir dönəmdir. Həm pul cəhətdən, həm iqtisadiyyat cəhətdən inflyasiya dönəmindəyik və 2026-cı ilin yanvar ayından başlayıb bu ki, Mədinənin işdən çıxma dövründən. Təsəvvürün hara apply eləyirəm? Düzü vakansiya yox idi onsuz da. Elədiyim yerlər mənə cavab vermirdi. Məsələn, qardaşına etmişdim apply, orada alınmadı çünki rəhbər dəyişimi falan oldu. Daha sonra mən apply eləmişdim böyük şirkətlərdən birini Azərbaycanın. Mənə offer gəlməli idi artıq, gəlmədi. Çünki ixtisar məsələlərinə görə mənə yazıldı ki, üzürlü sayın falan. Və sonra mən Aviasales-ə fevralda apply eləmişdim. Bəli, işdən çıxanda mənə apreldə cavab gəldi. Bu da ki, artıq məzuniyyətdəymiş HR falan. Bunu mənə sonra öz rəhbərim bildirdi. Yaxşı ki, eləmişəm apply. Həqiqətən çox şükür edirəm.
Və mən təsəvvür edin, həmin dövrdə universitetdən praktikaya təyin olunub bizə ki, mən nazirliyə getməliyəm. Okay. Və bizə deyilib ki, həftədə 6 saat gedəcəksiniz. Okay, elə bilirəm 6 saat gedəcəyik. Mən bunu getdim. Sevil idi adı bu arada, adını da çəkirəm. Zəhləm gedir o qadından. Dost mərkəzində idim, çağrı mərkəzində. Həmin qadın bildirim ki, 6 saat falan məndən çox kobud şəkildə danışırdı. Mən hətta dedim ki, işləməyi məsələsini elə bilirdim işləyəcəm, ay yazıq. Elə bəlkə də o Sevilin ahına düşdüm. Bildirdim ki, yəni işləməyi mənə qayıtıb billədi. Xanım qız, sizə kim icazə verir ki, işləyəsiz? Eyni bu əda ilə mənə dedi. Belə qaldım. Mən uşaqlar falan da mənə baxır deyəcəm. Mən rus sektorlarının arasına düşmüşəm. Mən ingilis sektoruyam. Heç bir qrup yoldaşım yanımda yoxdur. Belə mən də sustum, heç nə demədim. Və sonra mən ayrıldım onlardan, Xətayaya getdim tək. Elmlərdə qaldı bütün 6-7 uşaq, bir dənə mən Xətayaya gedirdim, təm təkcə. Mən orada yalnızdım. Və bizim qrupda 24 nəfər var. 24 nəfərin 23-ü hər gün vərəyə imza çəkib keçirdi praktikaya, amma mən barmaq izi vururdum. Bu çox ağır bir şeydi mənim üçün. Çünki bəzən elə olurdu ki, bilirsiniz də, praktikada uşaqlar getmirdi. Sərçün gəlib imza çəkirdi dünənin yerinə, amma mən bunu eləyə bilmirdim. Mən 15 dəqiqə geciksəm belə sistemdə görsənirdi ki, Süleymanlı Mədinə Kamil qızı 15 dəqiqə gecikib. Bunu həll eləyə bilmədik qətiyyən və mən hər gün ağlaya-ağlaya praktikaya getməli idim. Təsəvvürün işdən çıxmışam, pulum yoxdur, kasıbam. İş tapa bilmirəm, uğursuz hiss eləyirəm, boğuluram hər gün. Çox ağır dönəm idi, heç vaxt xatırlamaq istəmirəm o dönəmi. Nə qədər Instagram üzərindən olsun, digər sosial media platformalar üzərindən xoşbəxt şəkildə özümü paylaşsam da, çox ağır bir dönəm idi. Çox uğursuz bir dönəm idi ki, geri dönüşlər yox idi. Hər gün mən normalda 18 yaşımdan işləmişəm və ailəmdən pul istəməmişəm və bu mənə çox ağır bir period kimi gəlirdi. Öz ayaqları üzərində öz ayaqları üzərində duran hər bir qız, məncə məni, hər bir qadın bunu başa düşəcək. Eldə aviasiyas mənə geri dönüş etdi. Bu qədər rejektlərdən, bu qədər uğursuzluqlardan, bu qədər göz yaşından sonra və mən ora getdim. Getdim deyəndə, yəni remote-dur mənim işim hal-hazırda. Amma yenə də nəsə düzəlmirdim. İlk aylarında aviasiyasla əlaqədar deyil təbii ki. Çox sevirəm işimi. Bu şəxsi həyatımla bağlı idi. Nəsə düzəlmirdim. Nəsə yolunda getmirdi. Daha sonra yenə dediyim kimi özümü çox uğursuz hiss eləyirdim. Çox boş bir insan kimi hiss eləyirdim. Bu normaldır və mən bunu utanmadan deyirəm. Yəni siz də bilin ki, hər bir insan bu hissləri yaşayır. Çox bacarıqsız hiss eləyirdim, lazımsız hiss eləyirdim. Dünyada bir yerimin olmadığını hiss eləyirdim. Yəni məsələn, hər hansı bir insanın bir nöqtədə bir faydası olduğunu düşünürdümsə, özüm elə düşünmürdüm. Yəni dediyim kimi, heç bir dostumla görüşmürdüm, heç yerə getmirdim, mesajlara cavab vermirdim. Heç kim yadıma düşmürdü, sadəcə evə gəlirdim. Yəni. Daha sonra ad günüm də çox pis keçdi. Heç, yəni ümumiyyətlə bəyənmədim bu ilk ad günümü. Mən zaten çox wow ad günü keçirdən birisi də deyiləm, amma hiss olaraq yenə də bəyənmədim. Daha sonra iyun ayı gəldi. Bu ildən danışıram, keçən aydan. Mənə bir zəng gəldi universitetdən və mənə bildirildi ki, fakültə birincisi olmuşam ortalamama görə və mən bilmirdim bunu. Mən elə bilirdim ki, bizim qrupda bir qız var, odur. O da ki, necə deyim? O da ki, bizim kafedra müdürünün qızı idi. Mən ona görə bilirdim ki, odur. Qayıdıb telefonda deyirəm ki, axı o qızdır. Mənə qayıdıb dedilər ki, qızım sən səndə nəyə inanmırsan? Və ağladım telefonu bağlayandan sonra. Bu çox Mədinəyə sən qayıtdın demək idi, yoxsa Mədinəyə sən uğursuz deyilsən demək idi. Və çox gözəl bir an idi. Ailəmə, atama zəng elədim, bildirdim falan. Yaxşı ki də oldu. Və daha sonra məzun günüm oldu. Həyatımın məncə ən gözəl günüdür hal-hazırda. Bəli, 21 yaşıma qədər elə bir gözəl gün yaşamamışdım. Daha sonra biz evimizi dəyişdik hal-hazırda. Mən 21 illik uşaqlıq evimdən köçüb gəlmişəm bura. Biraz boşluqlar hiss olunur. Yolu falan bilmirəm. Gecikirəm getdiyim yerlərə hələ ki, amma hər şey düzəlməyə doğru gedər inşallah. Sözümün canı, insanlar bəzən uğursuz olur,
bəzən faydasız hiss eləyir, bəzən nifrət eləyir özünə. Hətta mənim yadımdadır, birinci kursda Elcana demişdim, qayıdıb ki, Elcan baxırsansa bu videoya, shame on you. Demişdim ki, tək Elcana yox, qızlar da oturmuşdu. Demişdim ki, sizdə olur heç məsələn özünüzü çox çirkin hiss eləyirsiniz falan. Heç kim cavab verməmişdi. Elcanın ya da cavabını xatırlayıram. Mən dedi ki, yox, elə şey olmur. Mən hər zaman dedi özümü normal hiss edirəm. Çox pis hiss eləmişdim ki, yəni bu bircə məndə olur. Xeyr, tək məndə olmur, hamıda olur. Məsələn, ya ayın hansı bir dönəmi, hər hansı bir həftəsi, hər hansı bir günü tək qızlara aid deyil, oğlanlarda da olur bu ki, insan həqiqətən çox çirkin, çox pis hiss eləyir özünü və bu normaldır. Həqiqətən normaldır. Və nə bilim, kök də ola bilərsiniz, arıq da ola bilərsiniz, kimə görə, nəyə görə. Mən 60 kiloyam məsələn, elə insan məni kök bilir, elə insan arıq bilir. Və mənə əvvəl köksən deyənlər indi demək istəyir ki, məni arıqlama, xahiş eləyirəm. Bu çox qəribədir, yəni insanlar qəribədir. Ona görə də heç bir insanın sözü və s. vecinizə olmasın qətiyyən. Heç bir şey vecinizə almayın. Bayaq da bir video gördüm, deyir ki, qadın ingiliscə danışır, deyir ki, 40 yaşım var və hələ də özümü sevməyi öyrənə bilməmişəm və s. Mən hər zaman bu ifadəni işlədirəm. Özünüzü sevməyi öyrənməlisiniz ki, başqa insan da sizi sevə bilsin. Bu çox önəmli bir faktordur həqiqətən. Və nə bilim, burnunuzun əyri olmağı, boynunuzun balaca olmağı, misal üçün deyirəm, nə bilim, kök olmağınız, kipriyinizin qısa olmağı, nə bilim, saçınızın uzun olmağı, qısa olmağı, qara olmağı, dərinizin qara olmağı sizi çirkin eləmir. Mən belə bir söz eşitmişdim ki, əgər bir insan sizi sevirsə həqiqətən, səni o əyri burnunu da sevəcək, sənin o qısa kipriyini də sevəcək. Yəni bu love is not about the appearance. Sevgi görünüşdən əlaqədar deyil. Ona görə də siz özünüzü necə varsınızsa elə də sevin. Zaten ruh deyil hər şeyi hiss eləyən. Bu bədən sizə verilib. Sevin. Yazıqdır. Xahiş edirəm, sevin. O uşağı sevin. Balaca olaraq fikirləşsəz, məncə sevərsiniz. Hər kəs uğursuz ola bilir, hər kəs imtahandan kəsilə bilir, aşağı bal yaza bilir. Elə mən məsələn heç demədim. Buraxılış imtahanda dəhşət aşağı bal yığmışdım. Mən 178 səhv eləmirəmişəm. Elə bir civar idi. 360-da blokdan yığmışdım. Çünki uğursuz oldum və özümü topladım ki, yığmalıyam bu balı. Bu sadəcə bir karyera yolu danışdım. Hətta məsələn mən hər yerdə paylaşmışam ki, orada oldum, burada oldum və s. İstəyirdim ki, biləsiz, hər şey asan deyil. Yollardan keçir insan. İnsan hisslərlə doludur. Məsələn, mən hər bir insana, kimsə mənə desə də ki, mən emosional deyiləm, mən buna qətiyyən inanmıram. Çünki insanlar hisslərlə yaşayır hər şeyi. Məsələn, əgər bir şeyin qalibi olmaq istəyirsənsə, səni buna vadar eləyən də bir hissdir. Bir şeyi sevirsənsə, səni də buna vadar eləyən zaten hissindir. Ona görə come on da, come on. Come on. Hətta sosial medialarda gördüyünüz uğurlu pərdələrin arxasında o qədər göz yaşları, o qədər əziyyətlər və o qədər uğursuz cəhdlər var ki, bunun tam vice versa bir misalını verəcəm. Sosial mediada gördüyünüz o qədər gözəl qızların, o qədər yaraşıqlı oğlanların arxa planda o qədər şopları var ki, o qədər estetik əməliyyatları var ki və s. Estetik əməliyyat dedik, bir şey yadıma düşdü. Mənim qollarım mənim kompleksimdir. Hətta belə falan eləyirəm bəzən. Yekə olduğunu düşünürəm. Düşünürəm deyirəm, çünki deyil. Bilirəm deyil, amma mənə elə gəlir. Və bu yaxında bir bloger öz qolunu əməliyyat elətdirib balacalaşdırdı. Bu mənə çox pis təsir elədi. Çünki mən düşündüm ki, deməli mən əməliyyat eləməliyəm ki, mənim qolum balacalaşsın. Deməli mən 50 kilo olsam mənim qolum balaca olmayacaq. Bunu mən düşündüm və çox pis təsir elədi mənə. Zəhləm gedir bu yayılan stereotip və beauty standartlardan. Xahiş edirəm insanlara bu tip şeylərə də təsir göstərməyin. Əməliyyat eləyirsinizsə gizlin eləyin, sonra yalandan deyin arıqlamışıq. Çünki bu mənə çox pis təsir elədi. Tək mənə yox, məncə bilirəm. Qolu yekə olan nə qədər qadına, qadının yoldaşına ki, gedib ona deyib mən əməliyyat elətdir, o yazığın da əlinə atıb puluna filan. Zaten belə əməliyyatlar 1500-dən daha çoxdur və o pulu da heç kim asan tapmır. Nəysə dostlar, videomu izlədiyiniz üçün çox təşəkkür edirəm. Qaranlıqdır, ümid edirəm yaxşı düşmüşəm.
Kanalıma abunə olub digər videolarımı izləməyi unutmayın. Instagramma takip etməyi unutmayın və hər hansı bir video ola bilər, nəsə istəsəz hər hansı bir mövzu haqqında danışım, kommentlərə yazın, danışaq. Sağ olun, sizi sevirəm.